hoş gördük. Bugün sizinle birlikte 3. sınıf Azerbaycan Dili dersinden sayfa 22, 23 ve 24'te olan tapşırıkları həll edəcəyik. Başlamazdan önce kanalıma abone olmağı ve videomu beğendinizse beğen düğmesine basmağı unutmayın. Gelin başlayaq. Artıq səhv 22-dəyiz. 4-cü fəslimizin adı özünü düzəltdir. Bir A tapşırığımızda deyir ki, hansı oyuncaqlarla oynamaq xoşlayırsınız? Nə üçün? Bəs özünüz oyuncaq düzəltmisinizmi? Siz hansı oyuncağı xoşlayırsınız? Nə üçün? Bunu deyə bilərsiniz. Məsələn, hansı oyuncağı sadəcə siz düzəltmisiniz? Məsələn, taxtadan əgər maşın düzəltmisinizsə, bu siz yəni oyuncaq düzəltmisiniz belə. Həsrin oyuncağı dünyada məşhur olan Lego oyuncağı kiçikdən böyüyə hamıya tanışdır. Hər kəs çox maraqla Lego parçalarında figurlar düzəltməyi sevir. Bəs heç Legolar necə yaranmışdır? Təxminən 100 il əvvəl uzaq Danimarka ölkəsində Ole Christian adlı bir dülgər yaşayırdı. O, öz kiçik emalatxanasında taxtadan mebel hazırlayıb satmaqla məşğul olurdu. Ole'nin kiçik oğlu Godfrey tez-tez atasının emalatxanasına gəlirdi. O, maraqla mebel əşyalarının düzəldilməsinə baxırdı. Ole də həvəslə öz peşəsinin sirlərini oğluna öyrədirdi. Mebelin istehsalı zamanı çoxlu kiçik taxta parçaları artıq qalır, zibilliyə atılırdı. Bir dəfə Ole oğlunun bu taxta parçaları ilə oynadığını gördü. Dülgər düşündü ki, itkiyə gedən taxta parçalardan oyuncaqlar hazırlayıb sata bilər. Beləliklə Danimarkalı dülgər taxtada oyuncaqlar düzəltməyə başladı. Hətta bu oyuncaqlara ad da verdi. Lego. Godfrey 12 yaşında atasının yanında işləməyə başladı. O, bu işə çox böyük maraq göstərirdi. Bir gün yeni bir fikirlə atasının yanına gəldi. Ata, gəl oyuncaqları hazır şəkildə deyil, hissələri bölmüş halda sataq. Qoy alıcılar özləri bu hissələrdən oyuncaqları yığsınlar. Səncə yığa bilərlər? Oli tərəddüdlə dedi. Biz qutunun üzərində şəkil və təlimat yapışdırarıq. Oliye hətta emalatxana işçiləri Godfrey'də fikri bəyəndilər. Onlar rəngli kiçik parçalardan ibarət oyuncaqlar hazırlamaya başladılar. Bu parçalar asanlıqla bir-birlə keçirilirdi. Lego Danimarka dilində Legot yaxşı oyuna mənasını verir. Artıq səhv 23-dəyik. Oyuncaq parçalar dəstələr şəklində qutulara yığılır və mağazalara göndərilirdi. Uşaqlar bu parçalardan özləri ev, maşın, gəmi düzəldirdilər. Bu zaman uşaqların yaradıcı bacarıqlarını inkişaf edirdi. Bir müddət sonra Legolar dünyada ən çox alınan oyuncağa çevrildi. Nə anladın? B. Mətnə aid suallara cavab verin. 1. Ole Christian hansı peşə ilə məşğul olurdu? Ole Christian oxuduğu kimi zor dülgərdir. 2. Ole nəyə görə oyuncaq düzəltməyə başladı? Gördü ki, bir gün Godfrey atılan oyuncaqlarla oynayır, o da oyuncaq düzəltmək qərarına gəldi. 3. Godfrey'nin hansı fikri hamı tərəfində bəyənildi? Godfrey dedi ki, oyuncaqları tam şəkildə deyil, hissələrlə satar. 4. Lego sözünün mənası nədir? Lego sözünün mənası oxuduq ki, yaxşı oyna demək. C. Söz bağçasındakı sözlər verilmiş izahlarla uyğunlaşdırın. 1. Ziyan, zərər, itki. 2. Hər hansı bir şey hazırlama, nədir? İstehsal. Və 3. Müəyyən məqsəd üçün lazım olan əşyaların toplusu, dəst. İstehsal müəssisəsinin binası, emalatxana. Düşün və cavab ver. C. Lego'nun digər oyuncaqlardan fərqi nədir? Lego uşaqların beynini inkişaf etdirir. Beyin və əl motorikasını gücləndirir. Yəni, həm də parçalarla satılır ki, daha insanlar bunu daha yaxşı anlasınlar. Təqdimat D. Cədvəldə istifadə etməklə Lego haqqında məlumat vərəqi hazırlayın.
Aha, gəlin məlumat vərəqi hazırlayaq. İxtiralın adı nə idi? İxtiralın adı Lego idi. Yazaq bura Lego. İxtiralın mahiyyəti. İxtiralın mahiyyəti nə idi? İxtiralın mahiyyətini gəlin yazaq. Aha, ixtiranın mahiyyəti uşaqların yaradıcı bacarıqlarını inkişaf etdirir. İxtiraçı Oliver Christian, ixtira olunduğu ölkə Danimarka, əlavə məlumatlara yaza bilərsiniz. Lego 1932-ci ildə Danimarkada Oliver Christian, yəni bu bizim yəni bu ingilis dili kimi belə olur. Amma bizim dilimizdə çevrildikdə Oliver Christian'a görə burada siz Oliver Christian yaza bilərsiniz. Aha, belə yaza bilərsiniz. Lego 1932-ci ildə Danimarkada Oliver Christian tərəfindən qurulmuş məşhur oyuncaq markasıdır. Plastikdə hazırlanan, birləşdirilə bilən bloklardan ibarətdir. Yaradıcılığı və mühəndislik bacarıqlarını inkişaf etdirməyə kömək edir. Aha, yəni bu tapşırığı da belə həll edə bilərik. Artıq səhv 24-dəyik. İki tapşırıqda deyir ki, sehirli kub mətnini oxuyun və qeydlər götürün. Sehirli kub. Rubik kubu çox maraqlı zəki oyunlarından biridir. Onun hər üzündə 9 kiçik kub var. Rubik kubunun üzlərinin hərəsi bir rəngdə olur. Onları fırlatmaqla kiçik kubları yeri dəyişmək, bir üzdən o birinə aparmaq olur. Bu zaman kubun üzündəki rənglər qarışır. Oyuncu kubu elə yıxmalıdır ki, hər üz bir rəngdə olsun. Bu cür Rubik kubu sürətlə yığmaq üzrə beynəlxalq yarışlar keçirilir. B tapşırıqda deyir ki, mətnlər şəkilləri uyğun gələn cümlələri seçin. Aha, mətnlər şəkilləri uyğun gələn cümlələri seçək. Baxaq, birinci şəklə baxaq. Birincidə hansı ola bilər? Məsələn, baxaq görək buna, yəni mətlə baxaq. Rubik kubunun üzlərinin hərəsi bir rəngdə olur. İkidə də olar ki, onları fırlatmaqla kiçik kubları yerini dəyişmək, bir üzdə o biri ilə aparmaq olar. Bu zaman kubun üzündəki rənglər qarışır. Üçdə də elədir ki, oyuncu kubu elə yıxmalıdır ki, hər üz bir rəngdə olsun. Yəni, bu da belə olmalıdır. Faydalı məsləhət yaddaş xəritəsi təqdimatı hazırlaşarkən qeydlərimizi müəyyən başlıqlar altında qruplaşdıra bilərik. Bu cür qruplaşdırma yaddaş xəritəsi adlanır. Söhbətində götürdüyünüz qeydlər və verilmiş yaddaş xəritəsi əsasında Rubik kubu haqqında danışın. Aha, biz burada yəni onsda verilib qeydlər. Məsələn, qeyd götürə də bilərik. Amma yəni burada verilib. Məsələn, danışa bilərik. İlk dəfə Kubik kubu 1974-cü ildə Erlo Rubik tərəfindən yaradılmışdır. Erlo Rubik heykəltaraş və bacar idi. Aha, sonra oyuncağın təsviri. Rubik kubunun rəngləri ağ, sarı, göy, yaşıl, qırmızı, narıncı rəngləri var idi. Rubik kubunun 6 üzü var idi. Onun bütün üzlərində 9 kvadrat var idi. Sen tapşırıqda deyir ki, Teddy bətlili dinləyin və qeydlər gətirin. Gəlin Teddy bətlili dinləyək. Gəlin Teddy ayı məhdini oxuyaq. Uşaqlar yumuşaq oyuncaqlarla oynamağı çox sevirlər. Belə oyuncaqlardan biri də oyuncaq ayı Teddy'dir. Kiçik yaşlı uşaqların sevimli ayıcığı olan Teddy'nin çox maraqlı tarixçəsi var. Amerika prezidenti Theodore Roosevelt ov etməyi çox sevirdi. O bir gün yenə dostları ilə birlikdə ayı ovuna çıxır. Nə qədər gəzsə də heç nə ovlaya bilmir. Onun istədiyini görən dostları balaca bir ayı balasını tutub ağaca baxmağa
ilə Teodor ailə ağaca bağladığını görəndə daha çox qəzəblənir. Hadisənin şahidi olan jurnalistlərdən biri 1902-ci il noyabrın 16-sında qəzetə məqalə yazır və hadisə zamanı çəkilmiş şəkli ilə dərc edir. Şəkil çox bəzəli alınır. Hisli prezident və yanında qəhvəyi rəngli yekəqulaq ayı balası. Amerikalı Brooklyn şəhərində şam mağazasının sahibi olan Boris Vichto bu şəkli görür və ağlına yeni bir ideya gəlir. O, öz həyat yoldaşından xahiş edir ki, parçada belə bir oyuncaq ayı tiksin. Sonra qəzetdəki şəkillə birlikdə mağazanın vitrininə qoyur. Yanında isə Teodorun layısı yazır. Mağazanın qarşısından keçən insanlar oyuncağa çox böyük maraq göstərirlər. Bunu görən Boris oyuncağı satışı ilə məşğul olmağa başlayır. Ayının adı isə Ted dayı kimi tarixə düşür. Gəlin sualımızı cavablandıraq. Biz mətni dinlədik, indi isə qeydləri götürək. Bu mətnlə o qeydləri götürə bilərik. Bu qeydləri götürək. Teddy ayı 1902-ci il noyabrın 16-sı Amerika prezidenti, ayı balası, jurnalist, yekəqulaq, Teodor layısı, Ovetbək, qəhvəyi, Theodore Roosevelt, şam mağazasının sahibi, Boris Vichto, oyuncaq ayı. Bu mətnlərdə belə bir qeydlər götürə bilərik. Dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmayı və kanalıma abunə olmağı unutmayın. Hələlik.